İndi bura gəlmişik. Bura Homeworld-dir. Bunlar display house-dular. Bu sazəndələr vardı, ev düzəldənlər. Bunlar gəlirlər, evin amadəsini burada düzəldirlər. Burada fikirləyirəm, məsələn, 100-200 dənə ev vardı, şu görürsüz. Bunlar amadə evdir. Bunlar gəliblər, bunu düzəldiblər. İndi bir nəfər gəlir, istəyir ki, ev düzəlsin. Və burada eləyə bilər ki, evin amadəsinə girə içinə, qəşəng dolana, görə nəcür olacaqdır, otaqlar nəcür olacaqdır, numarası nəcür olacaqdır. Və canışda kağızda görəsən, ya kompüterdə bilə və düzəldə. Kamil burada düzəldiblər, müxtəlif nəxşələr. Məsələn, bu gəlirik, sən burada Old Castle Homes-udur. Məsələn, 20-30 dənə ev məsələn burada qoyub, opsi metrikandır, opsi Edinburgh'dir. Müxtəlif hərəsi nəmənəş ev düzəldə bilərlər. Burada qoyublar nümayişə. İndi burada gedəcək biz Məryəmlə neçdə bu evlərin içinə. Görsədəm ki, içi də nəcürdür və hala nəminəyə oxşur. Bu indiki görürsünüz, bu executive-dir. Fısad o evin numarasına deyərlər. Bu o evlərdəndir ki, o numaralardandır ki, biz söymüşük. Bura o karaj olacaq. Əlbəttə bunlar məsələn qapı eləyiblər, dəftərlərinin qapısını. Feylən bu evlərin numaralarını göstərirəm biləzə. Çox gözəl görsənir. Hələ içəriyə getmirəm. Bu da Rawson Homes-dir. Bəzi bu sazəndələrdə qəbul edirlər ki, məsələn, evin numarasını dəyişələr, ya içərinin nəxşəsini dəyişələr. Bəli, bəzilərdə öcür dəyərlər. Məsələn, Xiyabanlarında Domain Homes vardı, o da Australiyanın böyük bildirlərindəndir. Bəli, əslən flexible dəyər. Biz ki, məsələn, danışırdıq biləsi ilə. Heç balaca bir şeydə sən deyir ki, bunu biz istəmirik. Düzdür, pulun altına istəmirik. Deyir ki, o da dəyişmərik. Çox o şeylərdir. Məsələn, proje işləyir. Deyir, bizim nəxşəmiz odur. İşləyənlərimiz də bunu başarırlar. Bunu fəqət elə görəcək. Heysət dəyişməyəcək biləcək. İndi gedirik bu executive-in içinə. Həm də executive işləyən fısaddır da, numarasıdır. Görək nəcədir. Burada ayrı adamlar da baxırlar. Bu lap əvvəl otaq bedroomdur. Otaq xalqdır. Burada bu pərdələr vardı. Otaq xabdır. Bura gəlirik. Walk-in wardrobe deyirik. Burada o dəstşuşu var. Bu da mənim. Özümdən də götürürüm. Və yazıb toilets are for display only. Dəstşularda nümayişə xatirdə istifadə eləməyin. Hop, bizim də buradan gələndə içəriyə bu display işi vardı, çox böyükdür. Fikirlərim, məsələn, 5-600 metrlik yerə olar. Bəli, bu məsələ otaqların biridir. Mən özüm bu şəxsə bir cür pəncərə balaca göydə olur, elə çox söymürəm. Yekə pəncərə söymürəm. İstəyəm düzəldəm. Yekə pəncərə. Burada da məmulən slide door qoyurlar. Bu, nə deyərik? Camidə. Wardrobe, komod. Komodlara. Wardrobe. Bu da belə. İndi gələk bura baxaq. Bu arada buranın main bathroom olur. Məsələn, hamamdır. Duvarlar nəcür olacaqdır. Əlbəttə bunların hamısı customize adam eləyə bilər. Eləyə bilər ki, desin ki, mən bunu istəyirəm, bunu istəmirəm. Məsələn, nəcür olsun. Bu da o birisi otaqdır. Otaqlar məmulən 3x3 olurlar. Bu, hə, bu displaydə bu yüzlərə balacaqdır. İçi yarım zədə. Deyirsən, qapısında şuradır. Zada. Ha, pisdən. Bu komod daşı vardı. Bunlar nə deyək, hada?
Linin deyirlər, bu balaca bir yerdir ki, bəzi holədən, özü və sair, məlafə, düyə qoyarlar. Bura nə mənədir, Məryəm? Bura laundry'dir. Bizəcə uca danışasın. Mən də laundry'dir. Bəli, xop, qapı ya pəncərəsi yoxdur bu modeldə. Bu da yenə bir dənə ayrı otaqdır. Necə nümunədir də qoyublar. Mən özüm onun üstündə yatan varım. Hey deyəndə başımın üstünə bir şey töküləcək. Gedək idamə verək. Bura yetişir buranın aşpazxanasına. Buna deyirlər cəzirədə, island deyirlər. Kitchen Island. Və bunlar da hala o kabinetlərdir. Və bizə bu kabinetlərin tərhi də bu displeydə o qədimilərdəndir. Və özü görürəm keyfiyyəti yaxşıdır. Hələ kullan dəqiqən eyni mu təhvil edəcək də. Bilə məsələn ocaq qazı olacaq. Hələ mənim ocaq qazılar böyük olurlar. Bundan iki şöylələr çox olur. Məsələn bu maşini, zəfşuidir, makrowavedir, tosterdir, nədir, onlara verirlər. Burada beqoli, bura görürsünüz, bura dining room deyirlər. Bura nə deyirlər Məryəm? Living area. Burada living areadır. Bu da evin o eşik qismətidir. Həyat qisməti mənzur, həyatın içi olacaq. Məmulən o həmsayanla balaca bir 1-2 metr fasilə olur bu qismətdə. Hətta vaqiətdə bir cür olmayacaq. Hətta burada bu display hasıdır, şıplar varladı, onu xatir düzəldiblər belə. Bir daha da yenə ayrı bu display hasılan ilə blanşın içinə gəldik. Bunlar da bura fikirəm 2 təbəqədir. Double story deyirlər. Bəli, ənli şey vardı. Vuruldusu var. Həndə bu 2 təbəqədir, double story deyirlər. Bura məsələn istadə deyirlər. Bura gedir üst təbəqəyə. Hər gözəldir. Bu aşpazxanadır. Aşpazxananın bu tərəfidir ki, gəlir bura içəriyə. Sonra aşpazxana etmədən bura laundrydir. Bu qəşəngdir. Get də, sən git. İndi gedirik. Üst təbəqədə görsədim. Burada məmulən aşağı təbəqə, o aşpazxanadır, living areadır. Hala o beqolə nə mənə deyim, məsələn, xədəmatı bir şeylər də, evdəş olur, aşpazxanadan, oturmaq yerindən. Onlar aşağı təbəqədə olur. Gəlirlər bu yol, otaq xabları qoyurlar üst təbəqəyə. Hala məsələn, otaq xab bir daha da, ya 2 daha da servisi behdaşdır. İkinci living area media room. İndi media room ya living area, o müşəxəs edəyəsən. Mediadır. Hə. Məsələn, bu da fikirəm o main bathroomdur, yox. İşarət. Mütməyin deyirəm. Şəkolar. Bu cür olanda bu main bedroom çox yekə olur da. İndi məsələn gəlirik bura əsl otaq xabdır. Görsənə məsələn onun bu walk-in drop deyirlər, nə mənə deyirlər. Adam yeriyə bilir. Yox, burada o otaq xabdır. Hamamlar da çox böyükdür. Orada open eləyiblər hamamda. Yox da bu tərhidir da qapısın. Qapısına bir şey qoyun. Bu evlərdə olan bu yaxçılığı var ki, adam elə məsələn evin dizaynında məsələn idealları furniturə görə, tərkibi rəngə görə. Dəqiqən. Çünki o tərrahlar bu işləyiblər, ona xatir bir köməklik verir. Gəldik bir dənə ayrı evə.
Buna elə bu otaq şimarda da istadədir. Hətta mən bu istadı ilə söymədim. Bizi bunun qəşəng. Məsələn bu guest bathroom'dur. Orada ehtimalən gedirik garaja, parkinqə. Bura living areasıdır. Bu da aşpəzxanasıdır. Yenə alfrescodur. Da qalıb bir nəfər söyəmuni. Və burası qəşəngdir. Yenə burada bu aşpəzxananın dalısında bura pantrysidir. Bunlar məsəl üçün qətə yekə olur. Bu da təqribən otaq nəzərdə alır da pantryyə. Burada o maşın libasçıları qoymaq yeridir. Gedək elə istədə baxaq. Gedək də. Və pillələrdən yenə bu məsələn pillələri opsindən naziklərdir. Saxta qəşəngdir bu cürsə. Adam keyfiyyəti də çəkir. Ha, adam görə bilir o keyfiyyət şey burada yaxşıdır. Bura yenə belə gələnin üstə bu cür bir dənə yenə otaq olur, televizyona baxmağa. Bura əsli otaqdır. Bu walk-in wardrobe-dir. Bu da o hamamdır. Hamam və dəstşoy. Özümdən də götürürüm. İndi bu rah-ronaşı gedir yol o birisi otaqlara. Üst təbəqədə. Bu əlbəttə o hamam və dəstşoydur yenə. Otaqların biridir. Bu məsələn gəlibdir, ayna qoyubdur komodun qapısına. Slide qapı qoyubdur. Sən elə divarlarla kağız divarlara da bax. Bura divara bir zərə rəngi var. Ondalı. O birisində kağız divarəsi var nurserydə. Qoy gedək bura. Bu da uşaqdır. Məsələn bu gəlib məsələn komodun, məsələn səndəlin də oraya götürübdür. Bu da kağızı divarısıdır. Bu da yenə məsələn bu tərhidə gəliblər ayna qoyublar. Bu da bir dənə ayrı display house-dur ki, mən eşikdən götürürəm. Bu məsələn istəxridə vardı. Özür görsənir bahalı oxşur. Bu McDonald's, Jones daşı danışdıq belələri ilə. Bunlar həm insafən evlərin keyfiyyəti yaxşıdır. Vəli təqribən azı 50% də baha olur evləri. Qəşəng olur, vəli baha olur. Həm də biraz çox bevaxt təhvil verilib. Çərəm 14 ay budur bir ədəd verilib də. Hələ özü deyən məsələn 14 ay çəkəcək ki, məsələn evi təhvil verən. Buna xatir bizlərə çoxdur. İndi gəldik ki, bir dənə ayrı küçələrin birinə. Bunlar da yine hamısı display house-dır. Bu da Mojo Homes-dur. Bunların da evlər qəşəngdir. Hələ bunlar da bizlərə bahadır qiymətləri. Özü zahirən öcür danışırdı, öcür flexible da deyirlər. Məsələn, nəxşəza dəyişələr. Bəli, xob işlər qəşəngdir. Mən yenə evlərini göstərirəm. Bu həmin o double story evlərdir ki, duplexdir ki, eşikdən görsənir. Bizə deyim də, o iki təbəqi inşallah məsələn duplexə double story deyirlər, bir təbəqiyə single story deyirlər. O taza öyrəşmişik. Numaralarını yenə göstərirəm biləcəm. Müxtəlif numaralar vardı da, fırsat. Şah gedək bu First Style Homes-a da bir baxaq. İndi gedək bir dənə bu adı neydi? First Style Homes-un bu single store'sun içinə görək ki, nə cürdür.
Bura lap əvvəldə bu məsələn gəlibdi. Demək olar ki, nə deyirlər bura living room-un qoyubdu. Media lap əvvələ. Sonra gəlibdi. Otağa bir cür götürübdü. Nə də qəşəng və böyük. Bu saklərdəki görürsünüz, bu display house'larda lap ucadır. 2,72-dir. 2 metr 72 sant. Bu da məsələn, həmin nədir? Walk-in room'dur, bəli, qapalıdır. Dur. Yekə götürüblər ki, vardı. Dəqiqən. Hətta bu yekədir, ona xatirdir ki, bollu sollu düzəldibdir. Yekə hər zadı. Bu da bilmirəm. Bu da otaqdır. Fikir məsələn buradan karaja girəcəkmiş. Özlərinə buranı dana ofis eləyiblər. Numalar zətlər. Selection studio'dur da ki, məsələn, karpetin, fərşin nə rəngi olsun, karpetin, parketin nə rəngi olsun, daşı filan. Tərkibi rəngi. Dəqiqən. Yaxşı, indi gəlirik buranın bu living areasına, dining areasına və aşpazxanalarına. Aşpazxanalarına da baxaq. Burada ehtimalən televizyon qoyarlar. Bura gedir həyətə. Uşaq böyük nəzərdə alıb. Ora nə nədir Məryəm? Study'dir. Yəni در واقع راهروdur ki, bir tərəfə istifadə edirlər. Ya çıxardıblar istifadə. Elə bir yolun vəsatını istifadə edibdir. Mənim dərdimə dəyməz bu. Da ki nə qapıdır. Ora nə nədir? Burada bedroom'dur. 2 dənə. Bu otaqlardır, 2 dənə. Və bu otağın əndazəsi qəşəngdir. Fikirəm məsələn 3 metrdə, 3 metr yarımdır, 3 metrdir. Bu taxta qapıdan istifadə edibdir. Və qəşəngdir. İçinə gələk bu bisinə, bu da ona taydır. Bura cinə gəlir, hara gedir? Bura cinə gəlir, bathroom-a, main bathroom-dir. Bu da hamamdır, hamam qalıbdır. Mən elə bu ideya ilə çox sevmirəm ki, bu qapı açılır, sonra o qapı açılır ona. Ehtimalə mən onu əvvəlcə dəyəsinə. Sonra burada yenə pantrydir. Yox, belə pantry deyil. Laundrydir. Və məmul laundrylərdən də bir dənə qapı qoyurlar ki, gedir həyətə. Ulan yenə bir dənə double story otaqlarına baxaq. Bura yenə təqribən həman istaylıdır. Bura məmulən bu otaqlar əlbəttə otaq karelik, məmulən media room elirlər. Buradan pillələr yeyəcək üstə. Ondan qabaqda bir dənə burada yenə dəstşüyü vardır, baləcədir. Qonaq dəstşüyü və hamam hesab olur. Sonra da yenə buradan pillələr yeyəcək üstə. Bura görsədim ki, living roomdur, dining roomdur və aşpazxanadır. Bunun aylığında görünür qəşəngdir. Və o aşpazxananın istaylını qərə eləyibdir. Pis də görsənmir. Bilməm, şahid yora adamı ya nə mənə, pis də görsənmir. Pillələr gedək üstə, üstüdə görsədim. Bu pillələr yenə o pillələrə nisbət yaxşıdır, görsənir. Təqribən tər həmandır. Bu da gəlib ki, orada pillələrin qabağında. Bu otağı düzəldib, bu əlcinə main bathroomdur. Bir dənə otaq vardı burada. Burada da o
keyfiyyətin fərqini görür. Məsələn, bu qapılar zətdə vağan qəşəngdir. Adam əl vuranda görür. Bunların, yox, yenə bir dənə elə otaqdır burada. Qəşəng tərrası vardı. Açaqçılıq bu nə mənədir? Aha. Bu da liniyendir. Bir cür havlədən, məlafədən, balışdan qoymaq üçündür. Bura gəlir. Bir daha da otaq olur. Bu otağın içindəkinə, bu Məryəm, əsli bedroomdur ya? Yox, burada da əsli. Pəs bunun içinə yenə hamamla, walk-in wardrobe da qoyublar. Burada qəşəngdir, cəlibdir. Gözəl tərrahlar vardı. Sonra hamamdır. Buran hara gedir? Aha, duşu, yox, bu dəstşuydur. Burada hamamı belə bu iki vaxtda evin olur, bəli. Hamamın bir cür baləcə olur. Çox nəmrəcür tərrah eləyiblər. Bugün də nədir əql eləyiblər. Və cinələr məsələn hamam tərəfinə, dəstşuy tərəfinə qapı qoymayıblar. Bu halə getməyə. Bəli, biz əmələ çox baləcə nəzərə gəldi o duş tutmaq yeri. İndi biz gəldik ki, nə bir dənə ayrı bildirilən birin display house-larına. Ki, mən gedirəm single story-yə baxaq. Görək nədir. Buraş məsələn göz bu qismət vardı. Bunlar məsələn dəqiqən bir daha yer olacaqdı. Bəziləri vəli olur zero deyirlər, zero lot deyirlər, o lap yapışır. İstəyirlər evi lap böyük nəzərdə alsınlar. Gedək buranın içinə görək nədir. Ondan dəftərləri də. Yaxşı. Bu gəlibdir ki, nə? Lap əvvəldə bu otağı qoyubdur. Pislər hala, bilmirəm də. Keyfiyyət nədir mənə? Bəli, bu vurulusu qəşəng yekədir. Bir də xura içəriyə. Bu da çox yek olacaq. Nəqşəsini də baxsan. Dəqiqən. Bura əsli main bedroomdur. Çox yekədir və qəşəngdir. Hamam yenə sayızı qəşəngdir. Məryəm burada nəqşə. Burada hər evin kataloqlarını verirlər. Deyə bilərik ki, nəqşələri də məsələn üstü fısadıdır, numarasız deyilir və bu da o nəqşədir ki, məsələn 2 dənə maşın olacaq. Hər otaq hardadır, nə mənədir, əndazələr nə mənədir. Burada görsədir. Məsələn 11-dir təxmin. Neçə metr olacaq? Məsələn bura bu ev 213 metr olacaqdır. Məsələn bu birisi 253-dür. Tulu da 22 yarım. Uzunluğu da 22-dir. Çoxlu cür vardı. Bura ki bunun liniyonidir. Hesab qoymayıb içinə. Bu qapı gedir parkingə və burada landridir. Özü təlayla taza mod olubdur. Bilmirəm nə qədər işləyir, nə qədər rəngi uçmuyor. Qapı da yenə gedir həyətə. Şu landridə də bir cür komod da qoyurlar. Hemen gedim bu guest bathroom'dur. Dəstəsi çərm. İncə almışıq aşpazxanaya. Məryəmə bu çərm dəstələr kabinetlərə cavabı olubdur. Bu da qəşəngdir bax. Burada bu mən bu islandların bu su nə deyirlər, sinki vəsətdə orada iradım var və bu qəşəng tərrah eləyib. Bu bizə aşağılıqdır. Su atılmaz olar belə. Bəli, bu qəşəngdir, keyfiyyətləri qəşəngdir. Şu ocağı qazladır, marka nə mənədir, isməkdir. Adam keyfiyyəti görüşü qəşəngdir. Or nə mənədir, pəntridir, qəşəng pəntriyə böyük otaq nəzərdə alıbdır. İzafə sinki də var.
İzafə sinkdə qovşu və bir daha da yenə pəncərə həyətədir. İdamə verim, gəlim. Nə mənə? Bu dekordur da qovla. Hələ qəşəng pəncərədir. Bura yenə gedir alfresko deyirik. Burada yenə o living areadır. Bura nə mənə qovla? Burada yenə bir də otaqdır. Çün qətə yekədir. Elə başardıqca istifadə ediblər də. Və şayad əmələn ev düzəldəndə bunlar lazım olmayan və otaqlardır. Bu komoddan qapısın cür açılan eləyibdir. Açımradı görsədim. Gedim bu otağa. Bura bathroomdur. Main bathroom ya guest'dir. İhtimalən meyil. Cavabet qəşəng. Özündən də götürüm. Qapdır. Buna baxırdı. Bu qəşəngdir, gözəldir. Qapılarını bir cür eləyiblər. Örçinə bu aşpazxananın bu tərəfidir. İndi gələndə bu alədə yenə da otaqdır. Buranın komodunu da görsədim də. Elə həmandır. Qara seyçədir. Məsələn elə burada da qoyubdur ki, bu evi sizə düzəltsə neçə eləyəcək? Base price 348.000 xurdəyə. Sonra deyir essential package. O base price-da məsələn səqfi elə çox uca olmur. Məsələn 2,55 olur. Ya hala bəzi bu məsələn bu island görürsüz, island taxı deyirlər. Məsələn görürsüz bu məsələn fikirəm 4-5 sant, 3-4 santdır. Məsələn o çox nazik, məsələn 1 sant olur. Ondan xatir gəlirlər, qoyurlar essential package qoyub bu şey upgrade edir onu, premium deyirlər. Gəlir bir bula upgrade edir. Məsələn o bu sinkin hətta cinsi, o şirləri, hər zadı kabinet. Bu da indi Crystal Homes'udur. Bu da Abiz. Gəldik buna baxaq. Bu yenə məsələn main bedroom-u qoyub bura. Əlbəttə ayrıdan da gəlib baxır. Şayət hala qət eləyəm videonu. Burada bir cür düzəldiblər. Məndən nə ağıl eləyib. Çox balacadır ya. İki qarışdır. Bəli, gözəldir bu. Əlbəttə şeydir də. Həm də displaydir, şavaqiyyətdə fərq edir. Da yenə walking wardrobe. Bu laminate parketdən rəngi qəşəngdir. Onun aşpazxanasında görsədim. Bu gələtdə aylindi, bir cür eləyibdir. Bu aylindlərdən iraşı görürəm, bu su atılır bəli. Bir şoxlan cinsi nəcirdir. Pisdə, mütəvəssit. Çünki qapısı da vardı, gedir eşiyə. Da gəlib liniyonlar var, buraş açılmadı, zorum çəkmədi. Bu da gəlib səqfin biraz belə videoda görsədir, yox, biraz belə o əyri səqflərdən eləyibdir. Və gözəldir, həyatda gözəldir. Otaqları da gətiribdir, hamısını düzübdir bir tərəfə. Bu mən bilməm, bu sinkləri çox belə balaca nəzərdə alıblar, belə iki qarışdır. Bu da elə main bathroomdur. Çox balaca nəzərdə alıblar. Bunlar da yenə, bunlar da taza mod ola bilər. Bilməm də nə qədər suyun məsələn ləkəsi qalır bunun üstündə. Qalır bu keyfiyyətinə. Əks bərdari məmnundur. Bu da... qəşəng size. Burada məsələn media room deyirlər.
Burada yine mesela uşaq otağı. Qəşəng yekət. Bu da gəlib yine qapısın aynı eləyibdir. Və keyfiyyəti yine bu da qəşəngdir. Səqfi də ucadır. Tərəf şüvarı nahariydi. Deyə əcələ eləmə. Biz də video vururuq bulanın içində. Sən nahavı qutar gəlirik görüşərik. Gedək ki, həyət qapısı açıqdır. Gedə bilsəm həyətdə görsədim. Aha, yox açıqdır. Buna deyirlər alfresco. Da bilməm, nə dəlilər. Bu yaz əyri eləyiblər. Bu həyətin belə eləyibdir. Burada bir ot da qoyar. Balaca həyət düzəldib də. Bu arada saxtamanlar ümumətən ağaclı olurlar. Gəlin bu halı da görsədim. Hala xas bir şey yoxdur burada. O qapı da həman gedir landriyə. Səqfi də, duvarları da bir cür. Gözəldir. Gedək bu single store da görsədim. Biləcə o Crystal Homes London adını qoyublar. O numaranın da hər numaranın bir adı var. Hamptons fısat. Gedək burada görsədim. Qəşəng ucad. Əvvəlilə bir şey gəlmisən dörtür mətəbbinə. O da mümkünün yeridir. Pillələr çıxır. Bəli, parketin cinsi qəşəngdir. Main bəsimi bu. Bura bu qapı gedir karınca. Pisləri. Allah. Bu da belədir. Hətta meyni də şahid. Burada cəlib bir şey də gördüm. Bu çıraqları görürsünüz bir cür. Bunlar, məsələn, burası hamamdır. O çıraqları qızdırırlar oranı. Bir yandıra bilsən qızdırırsın oranı. Gəldik buranın aşpəzxanasına. Gözəl aşpəzxanası var. Məsələn, vurudusu gəlib bu tərəf. Olur, məsələn, living, olur dining, alfresco. Burada çıxır həyətə. İki daha da burada yine pəncərə qoyub. Da o televizyon vəsətidir. Baxaq ki, nə bura. Acib tərrası var. Bilmirəm nə cürdür. Bizə belə rahat tərrahiyə oxşamır. Fikrim pəntrisidir. Bu da ehtimalən pəntridir. Vəsaişi qoyublar. Burada landridir. Məsələn, bağça vəsaitidir. Burada həyət. Məryəm məşğuldur. Nəxşi var veriblər bizə, ona baxıram. Yollanmışdı. Adam çox baxanda da çırıxır. Bunlar da pərdə deyək, nə deyək. Bunlar da cəlibdir. Ələn adam belə eləyə bilir. Bu məziyyəti bu düşən eləyə bilərsən, privacy-ni ola, həm də hava gələ. Bunu açalım da. Bir cür açılır. Pəncərə oradadır. Bunlar qıfıllayıblar bunlar. Pərdən yenə bəzi yerlərdə adam eləyə bunlardan istifadə edir. Bunlar da pislər cəlibdir. Gedək üst təbəqədə görsədim. Üst təbəqədə otaqlar olacaqdır. Hala o servislər deyərik İranda. Servis behdaşti. Taxtalar Elizabet zamanı taxtalarına oxşur. Pillələr. Bu buranın main bathroom-udur. Yine burada komod var. Burada otaqdır. Otaqda fikirəm 3 metr. Də 3 metrdir. Daha qanunçu var söylədim. Xas əndazədən bizə belə olsa otaq hesabı olmuş. Media room hesabı. Məsələn ya istadi hesabı olur da qolu Məryəm 2 metr xurda idim fikirəm balaca olanda
Daha o otaq hesab olunur. Burada media room'dur. Gedək. Da otaqdır. Da main bedroom'dur. Main bedroom'un burasında wardrobe'dur. Bathroom'u qoyublar bura. Bunun nə əlaqələr var bu sinki və çox balaca düzəldiblər. Yine bir dənə ayrı single store'dur. Baxaq bura. Bu gəlibdir. Otağı qoyub bura. Otağı main bedroom'u. Dəstşuyusu. Deyəcəklər balaca sinki nəzərdə alıbdır. Walking wardrobe'dur. Gəlir bura. Bunda cəli bir staylı vardı. Qəşəhdir Məryəm bu? Bu qəşəhdir. Sonra bir yol gəliblər. Aşpazxana üçün nəzərdə alıbdır. Gedir həyətə. Qəşəng yekə pəncərədir. Pantrysidir qəşəng bu. Gözəldir. Burada otaqlardır. Məsələn media room'dur. Amma otağı bilməm. Media room deyirik buna ya nə deyirik? Media. Bu main bathroom'dur. Bura laundry'dir gedir. Bu gəlib otaqlar bir tərəfə kullanılmasını yığıbdır. Aşpazxana, hal, pəzirayı da opsi səmtə. Yine otaqdır. Qəşəng böyük komodu vardı. Opsi tərəfi də var, gedir. Həyətə də buradan çıxa bilirəm. Burada görsədim. Qıfıllıdır. Bura kullan qıfıllıyıblar. Gözəldir. Yaxşı hiss o halı vardı. Gedim görüm burada həyatı da görsədə bilirəm. Bu həyətdir. Çox gözəl düzəldiblər. Bu həyətin bu çəmənlər zətlər görürsünüz. Bu güllər, əkillər. Buna landscaping deyirlər. Bu da kamilən yavruda şəbih saz ediblər evi. Bu da görürsünüz. Bu o hamam suyun yumağı xatirdir. Bunu da görürsünüz. Bu da məxzəndə icbarıdır. Özü çox da yekə olurlar taza. Eqol qanunda konsul məcbur eləyir. Bu yağış suyunu yığmaq üçünmüş. Yağış su burada yığılır. Yol eşya su verməyə, bundan da hala məsələn birisi istəxrini doldurar, nə mənə bundan istifadə edirlər. Da Şamidən istifadə eləmirlər. Burada landscaping. Landscapingdə bütün şeylər əncam vermirlər. Bildirirlər, bəzilə əncam verirlər. Məsələn 10.000, 15.000-də qalıb nə qədər həyət yekə ola, onun həzinəsi olur. Bu bağçalar düzəltmək, ağaclar əhmaq və bir qolu amadələmək ola. Evin üçün də eşik tərəfdə də yenə 4 metr yan-görə həyət nəzərdə alasan, fəza nəzərdə alasan evin bu bərzunda. Onlar da tərəfdən belə həzinəsi olur.